Əgər biz bugün zamanın əlisi olan Seyyid Əli Xameneyni, zamanın əlisi olan Seyyid Əli Sistanini qoruya bilmiriksə, ləyaqətini, şərəfini qoruya bilmiriksə və eyni zamanda düşmənlərin tənəsinə məruz qaldıqları halda o düşmənlərin qabağına durub söz deyə bilmiriksə, biz necə İmam Zamanı qoruyuruq? Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Amma ba'd. Allahümme accil li velikel ferac vel afiyete vel nasr ve sehhil mahracahum ve ehlik a'daahum ve nsur şi'atahum ve hşurna ma'ahum ve nsurna bihim nasran azize. Salam əziz dostlar, əziz Mehdi sevərlər. Vəhdəviyyət mövzumuz davam edir. Keçənki bəhslərimizdən də yəni fərqli olaraq bugünkü bəhsimizdə isə Həzrət Mehdi Əcəlallahu Teala Fərəcəhu Şərifin bu yer üzündəki onun gəliş zuhur təminatçıları və zuhuruna zəmin yaradan insanlar haqqında olacaqdır. Və biz bugün onun ümumi naiblərinə və onun xidmətində duran hal-hazırdakı əskərlərinə toxunacağıq. Əziz dostlar, zamanəmizdən xəbəri olan insanlar bilirlər ki, zamanəmizin fironları, şəddadları, nəmrudları və yezidləri, muaviyyələri və s. dırnaq arası mənfi ünsürləri mövcuddur. Necə ki, keçmiş zamanda 1400 il bundan qabaq, ya 1000 il bundan qabaq, ya 500 il bundan qabaq zalimlər hər zamanda olduğu kimi, fironlar hər zamanda olduğu kimi və eyni zamanda muaviyyələr və yezidlər hər zamanda olduğu kimi bugünkü gündə də zamanəmizin həm muaviyyəsi, həm yezidi, həm İbn Ziyadı, Ömər Sədləri və sairələri vardır. Və bunları tanımaq bizim üçün şərtdir, vacibdir. Düşmən tanımaq mövzusu geniş mövzudur və rəhbər müəzzəm, Allah vücudunu səlamət etsin, Seyyid Əli Xameneyi ağamızda bugünkü gündə ən çox toxunduğu məsələ siyasi bəsirət, siyasi təhlil, rəhbərin dediyi mövzu isə ən çox düşmənin tanınmasıdır. Düşməni tanımasaq, düşmənlərimizi bilməsək, yəni qısası təvəlla və təbərramız olmasa, biz İmam Mehdi sahibi zaman əleyhissalamla ünsiyyət tapa bilməyəcəyik və ona layiq bir dost, arxa dayaq ola bilməyəcəyik. Bugün sən, ey mənim əziz mömin qardaşım, ayıq olmalısan, zalimlə və zülm əhli ilə heç zaman birləşməməlisən, hətta sözdə belə, əməldə belə, yəni mövqeyində olmamalısan. Əgər onun belə mövqeyində olsan belə, hətta heç kənarda qalmış olsan da, yenə də sən onlarla sayılmış olursan. Bugün düşmənləri tanımalıyıq, əziz dostlar. İstər Azərbaycanda, istər İraqda, Suriyada, Livanda, Yəməndə və bütün dünyada heç müsəlman olmayan ölkələrdə belə, Amerikanın özündə nə qədər insanlar əziyyət çəkir, nə qədər məzlumlar zülmdən doyublar cana, öldürülür günahsız yerə və Amerika öz mənfur siyasəti ilə, hegemon siyasəti ilə özünə bəraət qazanır. O bütün müsəlman ölkələrində olan hadisələri qınayır və onların rəhbərlərini xalqa zülm etməkdə ittiham edir. Ancaq özü isə öz xalqına zülm edir. Adda, dildə azadlıq şüarları səsləndirirlər, demokratiyadan dəm vururlar. Məsələn, bizim böyük rəhbərimiz Seyyid Əli Xameneyi ağanı Amerika diktator adlandırır, onu xalqına zülm edən adlandırır. Güya İran xalqı azad deyil, güya İranda insanlar acından ölür və insanlar həyat qura bilmirlər, özlərinə lazım şəkildə yaşaya bilmirlər, həyat yəni məhv olub gedir. Bu kimi yəni dünya informasiyasını zəhərləyib xalqı İrana qarşı qaldırırlar. Xüsusən də bizim Azərbaycanımızda da bu siyasət gedir. Mənfur rejim, yəni hal-hazırda iqtidar olan rejim İrana qarşı mənfi siyasət aparır, dostluq siyasəti aparmır, sədaqət və vəfa göstərmir. Siyonizm kimi mənfur lənəti gəlmiş olan dünya insanların, bəşəriyyətin düşməni olan bu rejimlə ittifaq qurur və bərabər çalışır, işləyir. Hamı da bilir ki, nələr baş verir. Artıq indi bu zamanda sən ayıq olmalısan, ey mənim mömin qardaşım, İmam Zamanı gözləyən qardaşım, İmam Zamana aşiq olan qardaşım. İmam Zaman necə gəlsin bu zamanda ki, sən ayıq deyilsən və yaxud sənin qonşun, dostun və yaxud sənin vətəndaşın, vətəndə olan yoldaşın əgər bilmirsə bugün həqiqətləri gələ öyrənsin, kimdir haqq, kimdir nahaq, hardadır haqq, hardadır nahaq, gələ o yerləri təyin etsin, siyasi təhlil qabiliyyəti olsun. Birinci növbədə düşmənləri tanımaq, sonra isə özümüzü tanımalıyıq.
dostlarımızı tanımalıyıq. Yəni təbəlla və təbərra, dostla dost ol, düşmənlə düşmən ol. Həm də Firuidinin bizim dinimizdə 10 dənə vacib maddə var. Ən axırıncı maddələr də Firuidində təbəlla və təbərradır. Yəni Allah dostlarına dost olmaq, düşmənlərə düşmən olmaq. Bu meyarı unutmamalıyıq. Bu olmasa namazın da mənası olmayacaq. Çünki yaduzdadırsa Ömər Səd də namaz qılırdı. Ya Şimrləyin də namaz qılırdı. Amma onlar Həzrət İmam Hüseyni şəhid etməkdən vaz keçmədilər. Heç də uf da demədilər. Onu şəhid etdilər. Namaz qıldıqları halda və eşitdiyimə görə, bildiyimə görə Şimrləyin 16 dəfə Məkkə ziyarətində olmuşdur. Həccə getmişdir. 16 dəfə və Həzrət Əlinin civarında döyüşmüş Süfyan müharibəsində Muaviyyəyə qarşı, ancaq tapşırıqları yerinə yetirmədiyinə görə və özünün etdiyi səhvlərə görə həbs olunmuşdur. İmam Hüseyn əleyhissalamın şəfaəti ilə həbsdən azad edilmişdir. Buna baxmayaraq İmam Hüseyn ona xatırlatdı bütün bu yaxşılıqları. Lakin o yenə də İmam Hüseyni öldürməkdən vaz keçmədi, şəhid etməkdən vaz keçmədi. Bax bu cür niyə qəlbi qəsavət bağlamışdı? Dünya malına çox böyük həris idi. Şöhrət, şan həvəsində idi, vəzifə həvəsində idi. Bizim gözümüzü vəzifə, şan, şöhrət və sair amillər tutmamalıdır. Ola bilər ki, birinin qeyrəti olsun, hansısa bir namərdin qarşısında, hansısa bir qeyrət məsələsində qeyrət göstərsin, amma dini qeyrəti çəkməsin. Dini qeyrəti olmayan isə başqa qeyrətdən söhbət açmağa mənası yoxdur. Bizim üçün din əsas mövzu olmalıdır. Əgər bugün sənin dinin əldən gedirsən, onun qeyrətin tərpənmirsə, onun qeyrət çəkib müdafiə etmirsənsə dini, din İslamı, şəriəti, məzəbi, onun qayda qanunlarını, onda sənin başqa qeyrətdən danışmağa mənası yoxdur. Yəni ola bilər ki, milli qeyrətin olsun, bayraq qaldırasan, millətçilik eləyəsən, ancaq bu da mənası, savabı yoxdur. O qədər əsas insan Allahın göndərdiyi Kitabullahdır. Onun göndərdiyi şəriət qanunlarımızdır, hicabımızdır, namusumuzdur, şərəfimizdir, məscidlərimizdir və rəhbərlərimizdir. Biz bunların adın namını qoruyub saxlamalıyıq. Əgər biz bugün zamanın əlisi olan Seyyid Əli Xameneyni, zamanın əlisi olan Seyyid Əli Sistanini qoruya bilmiriksə, onları istər internet məkanında, onların ləyaqətini, şərəfini qoruya bilmiriksə və eyni zamanda bu düşmənlərin tənəsinə məruz qaldıqları halda o düşmənlərin qabağına durub söz deyə bilmiriksə, biz necə İmam Zamanı qoruya bilərik? İmam Zaman necə gəlsin bizim zamanımızda zuhur etsin hal-hazırda ki, biz hələ onun nümayəndəsini, ümumi nümayəndəsini hələ biz müdafiə edə bilmirik. Bacarmırıq hələ onları müdafiə etməyə. Bir də görsən bir məclisdə rəhbəri söyürlər, təhqir edirlər və Stani ağanı. Həmin məclisdə oturur, həmən məclisin, yəni möminləri, dırnaq arası möminləri, ruhaniləri, belə hacıları, kərbəlayları, amma etiraz eləmirlər, durub baxır, cavab vermir, səssiz qalır. Deyirlər ki, əgər biz buna cavab versək, təbii ki, bu məclisdə oturmamalıyıq, çıxıb getməliyik və çıxıb getsək də bu yeməkdən məhrum olacağıq. Bir qarın yeməkdən ötürü gözlərinin qarşısında rəhbər-i müəzzəm söyülür və zamanənin imamının naibi söyülür və bunun qeyrəti tərpənmir. Durub baxır, necə İmam Zaman gələndə o görə reaksiya verə biləcək. Əlbəttə İmam Zaman gəlib onun yanında oturmayacaq ki, dursun onun müdafiəsi. İmam Zaman da bir gələndə ya Küfədə olacaq, ya Məkkədə, ya Mədinədə, ya İranda olacaq. Uzaqdan uzağa təbii ki, o da İmam Mehdi sahib zamanla, necə ki, indi Xameneyi ağa ilə münasibət saxlayır. İmam Mehdi ilə də münasibət saxlayanda bəlkə də elə soyuq yanaşacaq. Deyəcək ki, mən nə bilim o imam harda, nətə gedim onu müdafiə edeyim. Bu o harda, mən harda, elə deyəcək. Əgər səndə mübarizə, şücaət qüvvəsi yoxdursa, çətin ki, İmam Zaman zuhur edəndə sən ona qoşulub, onunla bahəm, onun o siyasətində, dünyanı xilas etmək məsələsində və zalimlərin əlindən alınıb, məzlumların nicatı üçün çalışmasında ona kömək edəsən. İndi özünü göstərməlisən, mövqeyi bəlli eləməlisən. Mövqe bəlli olmasa, bugün zamanının əlisi olan Seyyid Əli Xameneyini tanımasan, zamanının əlisi olan Seyyid Əli Sistani tanımasan, ona sadiq olmasan, onun siyasətinə amin deməsən, düşmənin mənfur və zalim rejimlərin siyasətinə amin deyəcəksən. Bugün Allah-u Rəhmanın dostlarının huzurunda olmasan, onların yanında olmasan, əlbəttə ki, onun düşməni şeytanın huzurunda və onun dostlarının yanında olacaqsan. Ona görə öz mövqeyi seç, bəlli elə, dünya malının ötəri, vəzifədən ötəri və başqa şeylərdən ötəri də Allahın vacib olan əmrlərini, yasaqlarını kənara qoyma, ey mənim əziz qardaşım. Bu həmçinin namaz qılanlara da aiddir, namaz qılmayanlara da aiddir. Hamı üçün aiddir bu söz, bizim üçün də aiddir. Yəni bu söz bir xütbə xarakteri olmasın, yəni bu söz bir nəsihət olsun, bir moizə olsun dostlarımız üçün. İmam Zaman ağanı görmək istəyən, çalışmaq istəyən, onun eşqi ilə yaşayan insanlar üçün ki, bu vəcdə gəlsinlər, özlərini düzəltsinlər, mövqeylərini bəlirləndirsinlər
yaltaq olmasınlar, qorxaq olmasınlar, zəlil olmasınlar. Heyhat mindən zillə. Dedi ki, ərbabımız Həzrət İmam Hüseyn Əbu Abdullah ağamız buyurub ki, zillət bizdən uzaqdır. Biz də bu zilləti özümüzə yaxın buraxmamalıyıq. Çünki İmam Zaman əleyhissalam izzətli mömindir, izzətli ağadır, mövladır. Onun ətrafında olanlar da izzətli möminlər olmalıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.